Ben size çoğru boluş üçün ərə barmağamman deyən gəplərinizi eşitdik qalamiz ya vaxtında. Biləsizlər, bizənin maksat sizdən çoğru etişəməz. Hər bir tazalanğan xana, hər bir yuyulğan pasuda ya hər bir ütük basılan giyimimizdə sizni etibarınız qoşulğanını his qilishni xalimiz. Restorana aparmıysınız, ömrüm kuxnyada ötüb getdi deyən gəplərəm bu qalar. Aslında bizənin maksat sizin sevgi, muhabbətiniz, sizin mehriniz qoşulğan ovqatlarını özünüzün qolunuzdan yeyişni xalimiz xalas. Ata-ananızın xizmətkarı boluş üçün gəməyəm deyən gəp dım gülgülü. Bizlərin maksat sizni kimmidir xizmətkarı etişəməz. Biz ata-anamıza qarab, qaran məni təlləgən ayal, mən sevgən ayal sizdən neçə hürmət qılar. Deyişni xalimiz xalas. Biləsizmi, bir də gəp xizmətdə emas. Gəp nounudur his etişdə. Erkek üçün ən katta ehtiyac özünü erkekdən his etiş. Çünki erkek pul tapışı üçün köçəgə energiya bilən çıxışı gerek. Energiya nəsə o öydən alır. Hürmetli ayollar, siz mükemmel boluşunuz şart emas. Siz soğuk olmak bolar. Aklın kime gerekti?